Qəbul imtahanında tam olaraq 638,2 bal toplayan dəyərli şagirdim Zəhra Sadıqova ilə bugün sizi tanış edəcəm. Zəhra, özü zəhmət olmasa təqdim elə. Mən Sadıqova Zəhra, TİM-in qəbul imtahanından 638,2 bal toplamışam. Hədəfim hüquqdur. Tarix müəllimim isə Yalçın müəllim olub və tarixdən nəticəm 30-30-dur. Bəli, qeyd edirəm ki, tarixdən səhvsiz bütün sualları doğru cavablamışdı Zəhra və buna görə səni xüsusi olaraq təbrik edirəm və sənə bəzi suallarım olacaq. Səncə yüksək nəticə əldə etmək üçün daha çox test işləmək vacibdir, yoxsa hər mövzunu dərindən mənimsəmək daha önəmlidir? Əgər tarix fənnindən danışırıqsa, düşünürəm ki, tarix fənnində dərsi bilməmiş test işləyə bilməzsiniz. Amma bu o demək deyil ki, mən dərsi öyrəndim və bundan sonra test işləməsəm də olar. Xeyr. Tarix elə bir fəndir ki, təkrara yol verməsəz onu unudacaqsınız. Mən həmişə dərsləri oxuyandan sonra onun testlərini mütləq işləyirdim, mütləq şəkildə. Bəzən olur ki, mən sınaq işləmək istəyirdim, ta ki sınaqda bilmədiyim mövzular var. Heç vaxt demirdim ki, həvəsdən düşünmürdüm ki, bəs mən bu mövzuları bilmirəm. Mən təbii ki, testi işləyəndə ən çox istifadə etdiyim taktiklərdən biri bu idi ki, ta ki 5 variant var, onlardan 3-ünü hadisəni bilirəm, ikisini bilmirəm, kitabı açırdım, süni intellektdən və ya Google-dan baxmırdım, kitabdan açıb baxırdım. Həmin məndə göz yaddaşı var. Onu öyrənirdim və artıq mən onu unutmurdum. Ona görə mən düşünürəm ki, tarixdən yüksək nəticə əldə etmək istəyirsinizsə, ilk öncə dərsi yaxşıca qavramaq, anlamaq, öyrənmək lazımdır. Daha sonra isə testlərini mütləq şəkildə işləmək. İkisi məncə balanslı olmalıdır. Zəhra, motivasiyanı aşağı düşəndə nə edirdin? Motivasiyanın yenidən qalxması üçün hansı addımlar atırdın? Təbii ki, motivasiyamızın yüksək olduğu qədər bəzən motivasiyamız düşə də bilər. Mən motivasiyam düşəndə həmişə ilk öncə valideynlərimə zəng vururdum. Çünki mənim ən böyük dəstəkçilərim valideynlərimdir. Xüsusilə atam, anamın da yeri ayrı təbii ki, amma atamla danışmaq məni daha da bir rahatladırdı. Atama zəng vuranda artıq mən başa düşürdüm ki, bəs mən motivasiyadan düşə bilmərəm. Mənim elə bir seçimim yoxdur. Çünki mən ona o hissi yaşatmaq istəyirəm. Və başqa cür də belə deyim də, mən telefonumun ekran şəklində həmişə öz arzularımı yazıb qoyurdum və ya da ki, hüquq cübbəsinin, vəkil cübbəsinin şəklini qoyurdum. Onu hər görəndə mən düşünürdüm ki, sən motivasiyadan düşə bilməzsən Zəhra. Və təbii ki, motivasiyam geri gəlirdi, dərslərimi davam edirdim. Zəhra, gün ərzində orta hesabla neçə saat dərs oxuyurdun və bu bölgünü necə aparırdın? Mən heç vaxt günə 10-15 saat dərs oxuyanlardan olmamışam. Düşünürəm ki, əsas kəmiyyət deyil, keyfiyyətdir. Mən çalışırdım ki, dərsdən gələndən sonra ilk öncə birinci dincəlməliyəm. Çünki mən dincəlməsəm heç vaxt dərslərimi yerinə yetirə bilməzdim. Və mən həmişə tezdən oxuyanlardan olmuşam. Gecə dərs oxuya bilmirdim. Xüsusilə səhər saat 5-6 radələrində oyanırdım, dərslərimə vaxt ayırdım. Ta ki, birinci müəllimin verdiyi tapşırıqlarını yetirirdim. Ola bilər ki, bu 3 saat çəkə bilər, 4 saat çəkə bilər. Çalışırdım ki, boş vaxtlarımda dərslərimi yerinə yetirəndən sonra əlavə testlər işləyim, ya da ki, əlavə ona vaxt ayırım. Yəni belə ümumən 1 saat deyə bilməyəcəm. Ən çoxu yəqin ki, 6-7 saat oldu. Bu da gün ərzində baxırdı. Çünki hazırlığa getmək, gəlmək də var. Bugün bir çox şagirdin problem kimi qəbul etdiyi, daha çox vaxt ayırdığı, belə deyək də, telefon və sosial şəbəkələri necə idarə edirdin? Yəni sən hazırlaşdığın müddətdə sosial şəbəkələrdən istifadə edirdinmi? İstifadə edərkən məhdudiyyətlərin var idimi? Yoxsa elə həyatının bir parçası da sosial şəbəkələr idi, amma buna baxmayaraq yüksək nəticə əldə etmisən? İlk öncə demək istəyirəm ki, mənim sosial həyatım da olub, sosial şəbəkədə istifadə etmişəm. Amma baxır necə? Mən imtahana hazırlaşdığım ərəfədə TikTok platformasını silmişdim. Çünki mən bilirdim ki, iradəm çatmır ona. TikToka girirdim və istər-istəməz mən onu gizləyirdim də. Ona görə TikToku imtahan ərəfəsində sildim. İmtahandan sonra yenidən yüklədim. Qaldı ki, YouTube-dur, WhatsApp-dur, bu tip platformlarda mən daha çox WhatsApp-da dərs qruplarına qoşulmuşdum. Yəni inanırsınız ki, mənim telefonumda olmayan PDF qrupu yox idi. YouTube-danki dərs izahlarına bəzən də əyləncə videolarına baxırdım. Düşünürəm ki, yəni özünüzə məhdudiyyət qoymalısınız təbii ki, amma hər şey yerində eləsəz inanın ki, yəni yaxşı olar. TikTok və ya da ki, digər sosial şəbəkələri istifadə etməyin yeri də var dərs oxumağında. Zəhra, elə zamanlar olubmu ki, demisən məndə artıq alınmayacaq və əgər demisənsə, sonraki tədbirlərin necə olub, sonraki addımların necə olub və bugün bizi izləyən ola bilər ki, şagirdlərimiz ola bilər ki, onlar da bizdə alınmayacaq, bizdə olmayacaq, yüksək nəticə əldə edə bilməyəcək və yaxud da ki, universitet arzumuz həyata keçməyəcək kimi bir fikirlər də dolaşa bilər beynində. Əgər belə olubsa, bunları necə aradan qaldırıb yüksək nəticə əldə etmisən? Təbii ki, bəzən özümə inandığım qədər bəzən inamsızlıqlarım da olurdu. Çünki biz abituriyentik, dərs oxumaqdan yorula bilərik. Mən həmişə demişəm, yəni mən özümə inanmayanda, motivasiyam düşəndə mənim ən böyük dəstəkçim, bayaq da vurğuladım, ailəm. Çalışırdım ki, ancaq ailəmdən dəstək alım. Motivasiyadan düşəndə də özümə inanmayanda da, yəni bir türlü o vəziyyətdən çıxırsınız, uşaqlar, gənclər, narahat olmayın. Tək özünüzə inanın, məqsədli olun, çox çalışın. Mənim atam həmişə deyərdi, mümkün deyil ki, əziyyət çəkib bəhrəsini görməyəsiniz. Əgər sən bilirsən ki, mən bu günlər gün ərzində 6-7 saat dərs oxumuşamsa, sənin özünə inamsızlığın yarana bilməz. Çünki sən bilirsən ki, mən bunu eləmişəm. Deməli nəticəsi olmalıdır. Allah, bu arada çox diqqətlə dinləyirəm həqiqətən də. Zəhra, ən çox tarixdən hansı səhvlər edirdin və bu səhvləri necə aradan qaldırdın? Bu haqda zəhmət olmasa məlumat alaq. Mən tarix fənnindən ilk vaxtlar başlayanda elədiyim ən böyük səhvlərdən biri təkrar etməmək olurdu. Dərsə öyrənirdim, düşünürüm ki, mən bu dərsə öyrəndim, tarixi qavradım. Xeyr, elə bir şey yoxdur. Çalışın ki, təkrara çox yol verin və artıq mən gördüm ki, bu mən elədiyim səhvdir və artıq növbəti dərslərdə yeni dərs öyrənəndən sonra əvvəlki dərsi bir dəfə təkrar edirdim ki, onu unutmayam. Çünki tarix elə bir fəndir ki, bayaq da vurğuladım. Təkrara yol verməsəz, nə qədər çox oxusanız da o nəticə verməyəcək. Tarix həyatınızın bir parçası eləyim. Mən şəxsən elə edirdim. Telefonumda saata baxırdım, ta ki saat 15:01-dir, 15:01 tarixdə hansı hadisə olub. Və ya da ki, gecə yatanda ağlıma istərsiniz bir sual
taxılırdı. Mən onu unutmuşam, bilmirəm nədir. Həmin dəqiqə yerimdən durub baxırdım ki, bunun cavabı nədir? Çalışırdım ki, tarix mənim həyatımın bir parçası olsun. Hər an, hər dəqiqə onu fikirləşirdim ki, unutmayam. Bu zaten qısa müddətlidir. İmtahana qədər belə eləsəz, inanın ki, yaxşı nəticə əldə edə bilərsiniz. Sənin bu nəticəni qazanmağının əsas səbəbi nə idi? İlk öncə təbii ki, valideynlərimi qürurlandırmaq, onların o fəxri hissini dadmağını istəyirdim. İkinci isə təbii ki, mənim öz məqsədyönlülüyüm və öz arzum. Mənim uşaqlıqdan bəri, hətta 5-ci sinifdən bəri arzum hüquqşünas olmaq idi. Buna görə qarşıma məqsəd qoydum və öz məqsədim uğrunda mübarizə apardım. Bu nəticəni əldə etdim. Tarixdə 30-da 30 yazmağının xüsusi bir məncə səbəbi olacaq. Bu səbəb nə idi? Təbii ki, birinci müəllimim Yalçın müəllim idi. O çox mənə köməkli oldu. İkincisi isə tarix elə bir fəndir ki, mən tövsiyə edirdim ki, çox oxumaq lazımdır. Tarixi sevirdim. Ən sevdiyim fənlərdən idi. Tarixi çox oxuyurdum, çoxlu testlər işləyirdim. Buna görə də 30-da 30 yazdım. Zəhra, mənim bir müəllim kimi sənə ən böyük töhfəm, ən böyük köməkliyim nə olub və əgər yenidən hazırlaşsaydın, yenə eyni müəllimlə hazırlaşardınmı? Təbii ki, Yalçın müəllimi sizi seçərdim. Bir çox abituriyent və ya da ki, valideyn düşünür ki, müəllim seçimi önəmli deyil, uşaq özü oxusa. Təbii ki, uşağın özündən də asılıdır. Yəni abituriyent əgər hazırlaşmasa, müəllim ona heç nə edə bilməz. Amma abituriyentin rolu qədər müəllimin rolu da çox böyükdür. Mən Yalçın müəllimin dərslərinə qoşulanda onun ən sevdiyim dərs metodikalarından biri o idi ki, bizə çoxlu sınaqlar işlətməsi və ən çox sevdiyim və vurğulamaq istədiyim o idi ki, bizə bir mövzu verəndə əvvəlki mövzularla əlaqələndirməsi. Yəni siz düşünün ki, sizə Atabəylər dövlətini verib, Atabəylərdən daxilində olanda onunla oxşar hadisələr olsun və ya da ki, əvvəlki dərslərdən olsun, onları bizə sual-cavab etməli bizim unutmamıza imkan yaratmırdı. Ona görə Yalçın müəllimi seçmişdim. Peşman deyiləm, yenə olsa yenə seçərdim. Tövsiyə edirəm. Çox sağ ol, təşəkkürlər, minnətdaram.